Haqqında diri-diri bastırıldığı şayiələri yayılan aktrisamızın kim olduğunu bilirsiniz. Bu kadrlardan mütləq tanıyacaqsınız. Allaha şükür heç nəyə ehtiyacımız yoxdur. Evimiz, eşiyimiz, inəyimiz, bitki çörəyimiz, bağımız, bostanımız var. Kolxoz da aylığımızı verir. O, bir çox filmlərimizdə, tamaşalarımızda rol alıb. Aktyor Ağadadaş Qurbanov onun atası olub. Hamlet Qurbanov isə onun ata bir, ana ayrı qardaşı olub. Evləri köndələn yar tamaşasında da qardaşı ilə birlikdə ər-arvad rolunu oynayıblar. Uzun illər ASTV-də çalışıb. Daha sonra Aynesə keçərək orada qaynar qazan verilişi ilə insanların sevimlisinə çevrilib. Ölümü zamanı isə ortaya bəzi suallar çıxıb. Şəhər əfsanəsinə görə onu diri-diri bastırıblarmış. Güya qəbri açılıb və üzünün cırıq-cırıq olduğunu görüblər. Ancaq bu barədə dəfələrlə açıqlama verən qızı elə olmadığını və şayiələri təkzib edib. Gülşən Qurbanova 2006-cı ildə vəfat edib. Ruhu şad olsun. Bəs siz onu hansı obrazı ilə xatırlayırsınız?